Salam, mən Nərmin müəllimə. Sizinlə 7-ci sinifdən bitkilərin həyat dövrü mövzusu və mövzu izahı və eyni zamanda tapşırıqların izahını paylaşacağam. İzaha başlamamışdan əvvəl sizin üçün hazırladığımız və artıq satışda olan 7-ci sinifin bütün bölmələrini əhatə edən və 700 suallıq test toplumuzu təqdim edirəm. Test toplumumuzda bütün bölmələr üzrə, o cümlədən əlavə olaraq 7 ədəd sınağımız var. Həm RFM-ə hazırlaşanlar, həm də biologiyanı sevənlər, daha yaxşı öyrənmək istəyənlər toplumumuzdan istifadə edə bilərlər. Toplumumuz bir çox kitab mağazinlərində satışdadır artıq və eyni zamanda ekranda qeyd olunan 077 303 3121 nömrəsi ilə də əlaqə saxlayaraq, eyni zamanda sifariş verərək poçt ünvanından da əldə edə bilərsiniz. Başlayaq izaha. Deməli, bitkilərin həyat dövrü. Paxıllı bitkilərin müxtəlif həyat mərhələləri göstərən A və B şəkillərini müqayisə edin. Deməli, A şəklində toxum inkişaf edir, əlverişli şəraitdə cücərti əmələ gətirir. Cücərti cavan bitkiyə başlanğıc verir. Bitki çiçək açır, yəni reproduktiv orqanlar inkişaf edir. Tozlanma baş verir. Tozlanma baş verdikdən sonra mayalanma və meyvə və toxumun inkişafı və ən sonunda toxumların yayılması baş verir. A bəndində biz bunu görürük. B bəndində isə toxumlar yayıldıqdan sonra yenidən toxumun inkişafa başlanğıc götürdüyünü biz görürük. Yəni burada artıq biz dövri şəkildə bu prosesin baş verdiyini görürük. Sizcə hansı şəkil daha yaxşı və ətraflı məlumat verir? Deməli, A şəkli sadəcə bir toxumun inkişafını və bu inkişaf nəticəsində baş verənləri göstərir. B şəkli isə bu prosesin mütəmadi şəkildə dövri olaraq baş verdiyini göstərir. Hansı şəkil paxlalı bitkinin ömrünün dayanmadan bir dövrədə davam etdiyini göstərir? B şəkli. Necə düşünürsünüz? Digər şəkil nəyi göstərmir? Digər şəkil sadəcə dövran olduğunu göstərmir. Yenə deyim, burada sadəcə biz bir toxumun inkişafını və bu inkişaf zamanı bitkidə baş verən prosesləri, yəni bir bitkinin həyatında baş verən prosesləri görürük. B-də isə biz bunu dövri şəkildə görürük. Çiçəkli bitkilərin çoxalması zamanı hansı proseslər baş verir? Çiçəkli bitkidirsə, mütləq şəkildə çiçək açacaq. Məhz cinsi çoxalmadan danışırıqsa, çünki biz bir öncəki dərslərdə qeyri-cinsi çoxalmadan da keçdik. Cinsi çoxalmadan danışırıqsa, mütləq şəkildə çiçək əmələ gətirəcək, daha sonra tozlanma baş verəcək və tozlanmadan sonra da artıq toxum və toxumu da əhatə edən meyvə yanlığı, yəni ümumilikdə meyvə inkişaf etmiş olacaq. Ki, daha sonra da yenə deyirik, əgər bu toxum əlverişli mühitə düşərsə, cücərib yeni bir bitkiyə başlanğıc verəcək. Deməli, biz bunu artıq deyirik həyat dövriyyəsi. Bitkilər, biz hərəçə burada çiçəkli bitkilərdən danışırıq. Çiçəkli bitkilər özləri hərəçə belə iki qrupa bölə bilərik. 1 illik bitkilər və çox illik bitkilər. 1 illik bitkilər ömürlərində cəmi bir dəfə çiçək açır, elə birinci il çiçək açır, yəni toxum inkişaf edir. Misal üçün, aprel ayında toxum başladı inkişafa. İyun ayında çiçək açdı, çiçək əmələ gətirdi. Avqustda toxum meyvə inkişaf etdi və bitki tələf oldu. Biz buna deyirik 1 illik bitki. Amma hansı ki bitki çox illikdir, kollar, ağaclar çox illikdir və bu bitkilər hər il deyirik çiçək açır. Amma burada da diqqətli olmalıyıq. Hər il deyəndə daha doğrusu daha çox çiçək açır demək daha düzgündür. Yəni misal üçün mən bir şəftəli yeyirəm. Bu şəftəlinin toxumunu saxlayıram ki, mən bunu gələn il cücərdəcəm və əgər mən toxumu cücərtməyi bacarıramsa, elə həmin il bitki çiçək açacaq deyə bilmərəm. Çünki çox illik bitkilərin bu yetişkənliyə belə deyək çatması üçün, reproduktiv orqanların inkişaf etməsi üçün
Bəzən biraz daha çox zaman lazımdır ki, bunu bağbanlar, botaniklər daha yaxşı bilirlər. Misal üçün, yəni sadəcə misal üçün bu rəqəmləri deyirəm. Məsələn, alma ağacı 5 yaşında, nə bilim, gilas ağacı 3 yaşında, ərik ağacı 7 yaşında misal üçün ilk dəfə çiçək açır, meyvə və toxum əmələ gətirir. Yəni bu hər bitki növü üçün fərqli olan bir xüsusiyyətdir. Və sizə test topumuzdan olan bir sualı təqdim edirəm və bu sualın izahını sizinlə paylaşacağam. Deməli, biz burada görürük portağal bitkisinin həyat siklini. Verilmiş mərhələlərdən hansılarında günəş işığının olması vacib deyil. Günəş işığı biz bilirik ki, bitkilərin həyatında vacibdir. Nə üçün? Fotosintez üçün. Yəni fotosintez baş verir, bitki üzvü maddə əmələ gətirir və bu üzvü maddə ilə bitki öz bədənini qurur. Eyni zamanda həyat fəaliyyəti üçün lazım olan enerjini məhz həmin maddələrdən əldə edir. İndi baxırıq burada bir toxum səpilir, burada su göstərilir, yəni su verilir. Yəni toxumun inkişafı üçün mən şərait yaradıram, əkirəm toxumu. Əlbəttə ki, burada günəş işığına ehtiyac yoxdur. Çünki mən adətən toxum əkirəm torpağın altına və torpağın altı qaranlıqdır. Günəş işığına ehtiyac yoxdur. Bu da bizdən soruşur. Vacib deyil. Yəni burada birdə günəş işığına ehtiyac yoxdur. İkidə mən yenə də toxumun cücərməsini görürəm. Burada ehtiyac yoxdur. 3 nömrəli şəkildə artıq mən görürəm ki, bitkinin yarpaqları var, yaşıl hissəsi var. Yəni artıq fotosintez edəcək. İşıq lazımdır və get-gedə bitki böyüyür. İşıq lazımdır. Artıq cavan bitki formalaşır. İşıq lazımdır və altıda mən arını, çiçəyi, yəni bu da dolayısıyla tozlanma prosesini göstərir. Tozlanma prosesi üçün işıq lazım deyil. Düzdür, indi həşəratların əksəriyyəti gündüz aktiv olur, amma təbii ki, gecə vaxtı da tozlanma prosesi baş verə bilir. Misal üçün, müxtəlif yarasalar olsun və yaxud da müxtəlif həşəratlar olsun ki, məhz gecə həyat tərzi sürür. Yəni, bəli, həqiqətən də işığın olmasına ehtiyac yoxdur. 7 nömrəli şəkildə biz meyvələrin yetişməsini görürük. Təbii ki, meyvələrin yetişməsi üçün fotosintez baş verməlidir. Üzvü maddə əmələ gəlməlidir, həm bitki inkişaf etməlidir, həm də onun meyvəsində qida maddəsi toplanmalıdır. Bəli, işığa ehtiyac var, yəni fotosintezin baş verməsinə ehtiyac var. Amma 8-də artıq biz müstəqil meyvəni görürük. Bu meyvənin yayılmasını və yaxud da toxumun artıq yayılmasını bizə göstərir. Yəni yenə də işığa ehtiyac yoxdur. Vacib deyil 1, 2, 6 və 8. B bəndi, yəni bu proseslərin baş verməsi üçün işığa ehtiyac yoxdur. Qeyd edim ki, məhz bu hansı ki, bu 7-ci sinif dərsliyində 3-cü bölmədir, bitkilərdə çoxalmadır, səhv etmirəmsə bölmənin adı. Bu bölmə üçün 100-dən yuxarı test təqdim olunmuşdur həmin bu test toplumumuzda. Fəaliyyət hissəyə baxırıq. Çiçəkli bitkinin həyat dövründə işin gedişi. Şəkildə bitkinin həyat dövrünün mərhələləri təsvir olunub. Cədvəli dəftərinizə çəkin, şəkilləri, mərhələlərin ardıcılıqla qeyd edin. Hər bir mərhələnin adını və haqqında məlumatları cədvəldə yazın. Nümunə üçün də bizə Y bəndi verilmişdir. Cücərmək verilmişdir Y bəndində. Toxumlar torpağın altında böyüməyə başlayır. Toxumlar torpağın altında niyə böyüyür? Çünki özünə su hopdurur. Su hopdurur və toxum böyüyür. Bunu biz evdə də təcrübə ilə edə bilərik. Düşünürəm ki, hər birimizin mətbəxində lobya, noxud kimi toxumlar var. Bu toxumları biz axşamdan bir ilıq suya qoysaq, səhər durub görürük ki, toxumlar bir xeyli həcmi böyümüşdür, yəni şişmişdir. İndi burada da Günəbaxan bitkisinin toxumun böyüməsini görürük və çünki onun meyvə yanlığı artıq açılmışdır. Hansı Günəbaxanın meyvəsi toxumca meyvədir. Meyvə yanlığı qurudur və meyvə yanlığı toxum cücərərkən açılır. Yəni, misal üçün, mən Günəbaxan əkmək istəyirəmsə, oturub da Günəbaxan meyvə yanlıqlarını hamısını bir-bir təmizləyib, toxumu torpağa səpmirəm. Mən elə meyvə yanlığı ilə birlikdə torpağa səpirəm və toxum cöyərən zaman meyvə yanlığı açılır. Yəni, burada məhz meyvə yanlığının açılması onu göstərir ki, bəli, toxumlar torpaq altında böyüməyə başlayır. Yəni, böyümək də o toxumun özünə su hopdurması ilə əlaqəlidir ki, növbəti mərhələdə artıq
inkişaf baş verəcək. Bu da D-dir. D-də biz görürük, deməli, məhz cavan bitkinin inkişafını D-də yaza bilərik ki, bəli, toxumdakı ehtiyat qida maddəsindən istifadə edər. Mən bu hissəni yaza bilmirəm. Toxumdakı ehtiyat qida maddəsindən istifadə edərək, bəli, cücərti inkişaf edir. Bəs bizdən soruşsalar ki, görəsən toxumun hansı hissəsində ehtiyat qida maddəsi toplanır? Günəbaxan bitkisi. Günəbaxan bitkisi ikiləpəli bitkidir. İkiləpəli bitkilərində əksəriyyətində ehtiyat qida maddəsi toplanır ləpə yarpaqlarında. Ona görə daha dəqiq olsun deyə cümləmizi belə yaza bilərik. Ləpə yarpaqlarındakı ehtiyat qida maddəsindən istifadə edərək toxum cücərir, yəni cavan cücərti formalaşır. Bu belə. Nə lazımdır? Nə lazımdır? Yenə də artıq torpaq lazımdır. Bəli, yəni ən azından artıq əsas kökün çəkmişsə torpaqdan su və mineral duzları sovurmalıdır. Bəli, su lazımdır, istilik lazımdır. Burada niyə görə oksigen yoxdur bilmirəm, amma mütləq şəkildə oksigen də lazımdır toxumun cücərməsi üçün. Hətta mən Y bəndində də burada oksigeni yazmalıyam ki, oksigen olmalıdır orada. Oksigen olmasa toxum cücərə bilməyəcək. Sonra A bəndinə baxıram. A bəndində toxumları mən görürəm. Ola bilər ki, A bəndi ilə toxumların yayılmasını göstərsin. Yayılma nə baş verir? Günəbaxan toxumlarını belə deyək, müxtəlif heyvanlar vasitəsilə yaya bilər. Niyə? Müxtəlif heyvanlar bu günəbaxan toxumlarını yemək üçün istifadə edə bilər və misal üçün bu səbət çiçək qrupunda bax, burada C-də görsəndə quşlar vasitəsilə görürsünüzmü? Birini, ikisini, üçünü yedi və o yeyəndə ağzından kənara tökülə bilər və s. Belə. İndi ardıcıllıq demirəm artıq. Burada A, B, C-dən başlayacağım. Sonra ardıcılı bir özümüz düzərik. Bax, burada quş görürsünüz, birini, ikisini qopartdı yedi, amma bir dənəsi əlindən, ağzından belə deyək, daha doğrusu düşdü yerə. Və bu artıq A, yayılmanı göstərir. Nə baş verir? Heyvanlar vasitəsilə meyvə, çünki bir toxumludur, meyvə və toxumlar da deyə bilərik, ətraf mühitə yayılır. Nə lazımdır? Heyvan. Yəni, hər hansı bir canlı və ya biotik amil, yəni bu biotik amilimiz də bizim məhz heyvan olmalıdır. Bu da belə. Sonra B-yə baxıram. B-də inkişaf baş verir. İnkişaf, eləcə də böyümə deyə bilərəm. Böyümə, bəli. Bayaq toxumdan inkişaf etmişdi. Burada D bəndində balaca bir cücərti. Burada yaza bilərik ki, yetkin bitki formalaşır. Yetkin bitki formalaşır. Nə lazımdır? Bəli, lazımdır. Fotosintez baş verməlidir bu böyümə və inkişafın olması üçün. Bunun üçün də lazımdır su, torpaq, mineral duzlar, günəş işığı ki, fotosintez etsin, hətta havadan karbon qazı. Eyni zamanda böyümək üçün bitkinin öz orqanizmdəki proseslərin baş verməsi üçün onun tənəffüs etməsi, yəni elə oksigen qazı da yenə də lazımdır. C bəndində yenə də burada biz yayılmanı yazacağam. Yəni burada mən yenə də yayılmanı yazacağam. Yayılma baş verir. Yəni toxum və meyvə yetişib, toxum və meyvə inkişaf edib və bu toxum və meyvədən meyvə ilə qidalanan müxtəlif bitkilər toxumların yayılmasını təmin edir. Nə baş verir? Yenə də yaza bilərik ki, heyvanlar vasitəsilə yayılma. Nə lazımdır? Yenə də yaza bilərik ki, hər hansı bir biotik amil və ən sonda F qaldı. F-də isə biz görürük arını. Arı da təbii ki, bilirik ki, həşəratların, bitkilərin həyatında arıların, arı kimi həşəratların rolu tozlanmadır. Mərhələ tozlanmadır. Nə baş verir? Həşəratların iştirakı ilə və ya daha dəqiqəsində arının iştirakı ilə tozlanma prosesi baş verir. Nə lazımdır? Nə lazımdır desəm, misal üçün, mən burada temperatur deyə bilərəm və eyni zamanda quru hava deyə bilərəm. Çünki əgər hava soyuq olsa və yaxud da hava yağışlı olsa, arı uçmayacaq və tozlama baş verməyəcək. İndi nə lazımdır deyirsə, mən biraz daha dəqiq deyə bilərəm ki, bəli, quru hava lazımdır ki, arı uça bilsin və tozlama prosesi
baş verə bilsin. Da indi yəqin ki, burada eyni zamanda arını da yazmaq lazımdır. Biraz ayıb olar, çünki fakt biz arını görürük, arının iştirakı ilə tozlanmadır. Belə yaza bilərik. İndi arıcılığa baxsaq, Y-də toxum cücərir. Toxum cücərməyə başlayır, şişir, böyüyür və cücərti formalaşır içi. Cücərti formalaşdıqdan sonra bitkinin inkişafı baş verir və bitki çiçək açır. Çiçək açdıqdan sonra baş verir tozlanma. Tozlanmadan sonra əmələ gəlir meyvə və toxum və meyvə və toxumun yayılması. Yəni 5-də biz həm meyvə və toxumun əmələ gəldiyini görürük. Çünki F-də burada tozlanmadır, hələ çiçəkdir. C-də artıq meyvə və toxum əmələ gəlir. Və eyni zamanda orada həşərat varsa, üzr istəyirəm, quş varsa və görürsüz səbət çiçəyin, bax görürsüz bu səbət qrupunun, hələ çiçək qrupunun, bax görürsüz bu hissəsində boşluq var. Boşluq var niyə? Çünki oradakı toxumları quş yemişdir. Yəni, bəli, həqiqətən də yayılmanı təmin edir. Bu bizim fəaliyyətimiz və müxtəlif bitkilərin həyat dövriyyəsinə baxırıq. Örtül toxumların, yaxud da çiçəkli bitkilərin həyat dövriyyəsindən biz artıq danışmış olduq və hər hansı bir bitkinin və yaxud indi hər hansı bir hətta canlının desək daha yaxşı olur, amma indi burada bitkilərdən danışıq deyə, bitki deyə, hər hansı bir bitkinin həyatında inkişaf dövriyyəsindəki hər hansı bir mərhələ əgər olmazsa, hər hansı bir mərhələ yarımçıq qalarsa, bəli, burada artıq biz belə deyək, inkişafın baş vermədiyini, bitkinin öz dövriyyəsini tamamlamadığının şahidi olaraq. İndi burada da lalə bitkisidir, çiçək açmışdır. Çiçəkdə tozlanma və mayalanma baş verəndən sonra meyvə əmələ gəlir. Meyvəsi qutucuq meyvədir və qutucuğun tərsinə çoxlu sayda toxumlar var. Toxumların yayılması baş verir. Toxumların biz burada artıq cücərməsini görürük, bəli. Biz bunu insan olaraq özümüz də əkə bilərik və yaxud da təbii ki, toxumlar təbii halda ətraf mühitin əlverişli şəraitində, bəli, özləri də cücərə bilər. Toxum əlverişli mühitdə artıq cücərir, əsas kök əmələ gətirir. İlkin cücərti, cavan bitki və cavan bitkidən də yetkin bitki inkişaf edərək artıq generativ orqanını əmələ gətirmiş olur ki, bu dövran daima baş verir. Yenə deyir, hansısa bir mərhələ olmazsa bitkinin dövranı tamamlanmaz. Və bitkilərin hamısı çiçək açmır. Bitkilər çiçəkli və çiçəksiz bitkilər olaraq hələ ki 7-ci sinif səviyyəsində iki böyük qrupa bölürük. Biz çiçəkli bitkilərin həyat dövriyyəsindən danışdıq və çiçək açmayan bitkiləri isə biz çılpaq toxumlular və sporlu bitkilər olaraq iki qrupa bölürük. Çılpaq toxumlular, yəni ad üstündə bu bitkilərin toxumları var, amma toxumlar çılpaq şəkildə əmələ gəlir. Yəni, xaricdən meyvə yanlığı ilə əhatə olunmadığına görə biz bu bitkilərə çılpaq toxumlar deyirik. Çılpaq toxumlu bitkilərə kitabımızda nümunə verilmişdir. Küknar, ardıc və şam bitkilərini. Bu bitkilərin həyat dövriyyəsinə baxsaq, yetkin bitkinin üzərində qozalar əmələ gəlir. Qozalar bir neçə tip olur. Hətta kitabımızda da şəkli var, amma hələ ki sizin üçün geniş məlumat yoxdur. Amma deyə bilərik ki, buradakı sarı qozalar erkək qozalardır. Çünki işarə verilmişdir. Sarı qozalar erkək qozalardır. Tozlanma baş verir və tozlanma nəticəsində sarı qozalardan tozcuq dənələri gəlir, düşür burada yuxarıda yerləşən qırmızımtıl dişi qozaların üzərinə. Və dişi qozalarda tozlanma baş verir. Tozlanma baş verəndən sonra dişi qozalar olur yaşıl rəngdə və ən sonda artıq payızda qışa doğru getdikcə havalar soyuduqca yaşıl qoza olur qonur rəngdə. Və qonur qozanın içərisində toxum öz inkişafını bir neçə ay davam elətdirir və ən sonda artıq yazda üzr istəyirəm. Gələn ilin payızında, yəni tam bir ildən sonra bu qonur qozalarda toxumların inkişafı tamamlanır və qonur qozaların pulcuqları, bax burada görürsən bu pulcuqlar açılaraq pulcuqların arasından toxumlar ətraf mühitə yayılır. Və örtülü toxumlarda toxum və meyvələrin yayılmasını biz öyrəndik artıq. Həm biotik, həm də abiotik amillərlə yayıla bilərdi. Çılpaq toxumların toxumlarını isə
qanatıcığı var və adətən külək vasitəsilə yayılır. Adətən külək vasitəsilə yayılır. Külək vasitəsilə, qanadçığı vasitəsilə yayılır. Əlverişli mühitə düşdükdə yenə də inkişaf edərək əvvəlcə cücərti, daha sonra cavan bitki və ən sonda yetkin bitkini formalaşdırır. Bu da belə. Bu da oldu çılpaq toxumlarımızın həyat dövriyyəsi. Tozlanması yalnızca küləklə getdi. Toxumların yayılması əsasən yenə də küləklə getdi, çünki qanadcıqları var. Biz bu bitkilərə çılpaq toxumlar deyirik. Bir də deyirəm niyə? Çünki onun toxumu bu qozanın pulcuqlarında çılpaq şəkildə əmələ gəlir xaricdən. Heç bir meyvə yanlığı ilə əhatə olunmur. Buna görə də biz bu bitkilərə deyirik çılpaq toxumlu bitkilər. Yenə də toplumumuzdan çılpaq toxumlarla bağlı bir testin izahını bölüşəcəm sizlə. Verilmiş bitki haqqında düzgün fikirləri seçin. Yalnız küləklə tozlanır. Bəli, çılpaq toxumların hamısı yalnızca küləklə tozlanır. Mayalanma prosesində su iştirak edir. Yadımıza saxlayaq. Toxumlu bitkilərin, yəni bitki istəyir, suda yaşasın, istəyir, qurda yaşasın, fərq eləmir. Mayalanma prosesində su iştirak etmir. Çılpaq toxumlu və örtülü toxumlu, yəni çiçəkli bitkilər və yaxud da şam, qoza, çuna kimi çılpaq toxumlu bitkilər heç birinin mayalanma prosesində su iştirak etmir. Meyvəsi qutucuqdur. Xeyr, əvvəla meyvəsi yoxdur ümumiyyətlə, meyvə əmələ gətirmir və qutucuq da deyil, bu qozadır, amma yəni tamamilə meyvə deyil. Yanlışdır. Toxumları qanadcıqlıdır və küləklə yayılır. Bəli, doğrudur. İki qat mayalanma baş verir. İki qat mayalanma yalnızca çiçəkli bitkilərdə və yaxud da çiçəkli bitkilərdə və yaxud da örtülü toxumlarda baş verir. İynə yarpaqlıdır. Bəli, doğrudur. Yarpaqları mühit şəraitinə uyğunlaşmaq üçün iynə formasını almışdır. Yazda çiçək açır. Ümumiyyətlə çiçək açmır. Sporları qozada yetişir. Bu bitki sporlu bitki deyil, toxumlu bitkidir. Deməli, qozada yetişir, sporları yox, toxumları yanlışdır. 3 növ kök əmələ gətirir. Bəli, doğrudur. Toxumu var deyə əsas kök, əsas kökün üzərindən yan kök və gövdədən də əlavə kök inkişaf etmiş olacaq. 1, 4, 6, 9 düzgün bəndimiz. Davam edirik. Sporlu bitkilərdən qıcıların, deməli, həyat dövriyyəsinə baxırıq. Qıcılarda biz artıq görürük, yəni kəskin nəzərə çarpır cinsi və qeyri-cinsi nəsil. Deməli, qıcının burada görürük biz yetkin bitkisini. Yetkin bitkisi qeyri-cinsi nəsildir və yaxud da buna deyirik biz sporofit nəsil. Çünki bu yarpaqların üzərində inkişaf edir, yetkin bitkinin yarpaqlarını inkişaf edir. Sporlar. Sporlar harada inkişaf edir? Yarpağın arxa səthində, sporangilərdə. Bax, bu nöqtələr ki var, indi burada qırmızı kimi görsənir, amma dərsliğimizdə yazılır qəhvəyi qonur rəngdə. Sporangi. Sporangidə inkişaf edir sporlar. Sporlar külək vasitəsilə, adətən külək vasitəsilə yayılır və əlverişli mühitə düşdükdə inkişaf edərək protal əmələ gətirir. Protal cinsi nəsildir. Niyə görə cinsi nəsil deyirik? Çünki protalın üzərində əmələ gəlir dişi və erkək qametlər. Dişi və erkək qametlər, dişi qamətə deyirik yumurta hüceyrə, erkək qamətə deyirik spermatozoid. Bu qametlərin birləşməsi, yəni mayalanma prosesi baş verir. Bax, burada bu görsənən proses mayalanmadır. Və yoldaşlar, yadda saxlayaq, istəyir bitki olsun, istəyir heyvan olsun, qametin birləşməsi prosesinə həmişə deyirik mayalanma və mayalanma nəticəsində həmişə yaranır zigot. Yəni, heç tanımıram bitki hansı bitkidir, heç tanımıram heyvan hansı heyvandır. Desələr ki, mayalanma nəticəsində bu heyvanda nə əmələ gələcək? Zigot. Vəssalam, qutardı getdi. Və zigot həmişə bir hüceyrəlidir.
Ziqot həmişə bir hüceyrəlidir. Protalda qametlər əmələ gəlir. Qametlər birləşərək, yəni mayalama prosesi baş verir. Ziqot yaranır. Ziqot da inkişaf edərək əvvəlcə cavan bitkiyə, bax cavan bitkimiz budur. Cavan bitkidə yenidən yetkin bitkiyə başlanğıc verir. Amma burada mayalanma prosesi üçün suya ehtiyac var. Suya ehtiyac var və burada biz görürük 100% yadımda deyil, üçün dərslikdə verir yoxsa yox, amma deyəcəm. Bax, protal ürək şəkillidir və protalın aşağı hissəsində burada rizoidlər var. Rizoidlər çiçəkli bitkilərdəki, belə deyək, kökün funksiyasını yerinə yetirir. Yəni, həm bitkini torpağa bərkidir, həm də torpaqda su və mineral duzları mənimsəyir ki, protal, yəni gördüyümüz kimi yaşıl rəngdədir, fotosintez etsin. Və o fotosintez edərək, burada hansı cavan bitki deyirik, bu cavan bitkini də müəyyən həddə qədər ehtiyat qida maddəsi ilə təmin edir. Bax, bu protal. Və dedik ki, bayaq mayalama prosesində su iştirak edir. Su hardadır bizdən desələr, deyəcək ki, bax, bu protalın aşağı hissəsində su toplanır. Bu su yağış suyu ola bilər və yaxud da sadəcə rütubət ola bilər. Bir damlanın belə olması kifayətdir. Su vasitəsilə erkək qametlər, yəni spermatozoidlər yumurta hüceyrəyə doğru hərəkət edir, mayalanma baş verir, mayalanmadan ziqot yaranır, ziqot bölünür, böyüyür, inkişaf edir əvvəlcə cavan bitkiyə, cavan bitkidən isə yetkin bitki inkişaf etmiş olur. Bu da olur sporlu bitkilərdən qıcıların həyat dövriyyəsi. Çiçək açmır, sporlu bitkidir, həm cinsi, həm də qeyri-cinsi yolla çoxalır. Yetkin bitki sporofit və ya qeyri-cinsi nəsildir. Protal isə qametofit və ya cinsi nəsildir. Üzərində qametlər əmələ gəlir, cinsi proses baş verir və s. Və yenə də toplumumuzdan bir sual. Verilənlərə əsasən uyğunlaşdırın. Bir burada yetkin bitkidir. Yetkin bitkidə sporlar inkişaf edir. 2 biz görürük və 3-də hətta daha dəqiq sporanjinin quruluşunu görürük. 3-də, 4-də sporların yayılmasını görürük. 5-də bu yayılan sporun əlverişli mühitdə cücərməsini görürük. Daha sonra protal əmələ gəlir. 6-da artıq biz protaldan cavan bitkinin inkişafını görürük. 7-də biz mayalanma prosesini görürük. 8-də isə cavan bitkidən yetkin bitkinin inkişaf etdiyini görürük. İndi burada baxaq. A mayalanma. Mayalanma 7-dir. 7A mayalanma. Aha, görək digərləri də düzgündürmü? 5B 5B sporun cücərməsidir. Bəli, 5 həqiqətən də sporun cücərməsi düzgündür. Sonra 8C, 8 hardadır? 8 buradadır. 8-də C. Yetkin bitkinin inkişafı, bəli, doğrudur. Və ən sonuncu 4D, 4 də buradadır. Və D bizə nə deyir? Sporun yayılması, bəli, sporların biz ətraf mühitə yayılmasını görürük. İndi ən dəqiqini desə əslində 4 bu tərəfdədir. Yəni yenə də burada 4-də də biz görürük ki, sporanca açılır və içərisindən sporlar ətraf mühitə yayılır. 5-də isə biz artıq sporun cücərməsini görürük. Və ən sonuncu növbəti mamırların inkişafı. Mamırlarda deməli qıcılar kimi sporlu bitkilər qrupuna aiddir. Toxum, meyvə əmələ gətirmir. Mamır bitkisinin həyat dövriyyəsinə baxaq. Mamır bitkisinin yetkin bitkisi deməli cinsi nəsildir. Cinsi nəsildir, yəni üzərində qametlər əmələ gəlir. İndi biz burada görürük, bax, burada 9 və 7 rəqəmi ilə görürsünüz, cinsi nəsil göstərilir və baxırıq, ox işarəsinə baxırıq. Ox işarəsinə görürük ki, 8-dən 11-ə doğru və yaxud da 7 nömrəli bitkidən 9 nömrəli bitkiyə doğru ox işarəsi verilmişdir. Bu o deməkdir ki, 7 nömrəli bitki erkək bitkidir və yaxud da orada 8 nömrə ilə göstərilir. Deməli, erkək cinsi hüceyrələyən spermatozoidlər. 9 nömrəli bitki
dişi bitkidir. 11 nömrə ilə göstərilir yumurta hüceyrəsi. Sadəcə yumurta hüceyrə. Yəni də burada mayalama prosesində mütləq şəkildə su iştirak edir. Sadəcə yenə də bir damla ola bilər ki, misal üçün yuxarıda ağacın yarpağından bir damla su düşür və erkək bitkinin üzərinə düşəndə spermatozoidləri də özünə yapışdıraraq belə deyə sıçrayır dişi bitkinin üzərinə. Yəni artıq spermatozoidlər dişi bitkinin üzərindədir. Və burada baş verir mayalanma prosesi. Mayalanma prosesi yalnızca dişi bitkidə baş verir və ondan sonra inkişaf baş verir. Yəni artıq mayalanma baş verdi, ziqot əmələ gəldi. Ziqotun inkişaf nəticəsində yaranır ayaqcıq və ayaqcığın üzərində qutucuq. Və bu ayaqcıq və qutucuq cinsi nəsildir. Üzr istəyirəm. Qeyri-cinsi nəsildir. Çünki cinsi nəslimiz burada yetkin bitkidir. Bax, bu aşağı hissəmiz cinsi nəsildir. Yuxarı hissə, yəni ayaqcıq və qutucuq isə qeyri-cinsi nəsildir. 4 nömrə ilə biz burada görürük qutucuğu. 3 nömrə ilə isə görürük daha dəqiq yetişmiş qutucuğu. Daha sonra baxın, burada bir nömrəni göstərir. 1 nömrə ilə cinsi nəsildir. 2 nömrə ilə qeyri-cinsi nəsildir. Bu qutucuqda sporlar inkişaf edir və əmələ gəlir. Daha sonra qutucuğun ağzı açılır. Sporlar yayılır. Sporlar ətraf mühitdə əlverişli şəraitə düşdükdə inkişaf edərək protonemanı əmələ gətirir. Protonema cücərir. Protonemanın üzərində tumurcuqlar, bunlara biz tumurcuqlar deyirik və buradan da inkişaf edir. Yetkin bitki formalaşır. Yetkin bitki. Belə. İndi bir dənə təkrar eləyək. Mamırların yetkin bitkisi cinsi nəsildir. Mayalanmadan sonra əmələ gələn ayaqcıq və qutucuq qeyri-cinsi nəsildir. İndi burada deyirik nə, yoldaşlar? Deyirik ki, mamırlarda biz dişi bitki üzərində görürük həm cinsi nəsil, dişi bitkidə, həm də dişi bitki üzərində inkişaf edən ayaqcıq və qutucuq qeyri-cinsi nəsil. Amma erkək bitkinin üzərində ayaqcıq və qutucuq görmürük. Yəni erkək bitkinin üzərində erkək bitkini biz yalnızca elə cinsi nəsil olaraq görürük. Və erkək bitki yalnızca cinsi çoxalmada iştirak edir. Dişi bitki isə həm cinsi, həm də qeyri-cinsi çoxalmada iştirak edir. Çünki dişi bitki üzərində özündə sporlar əmələ gətirir. Və yenə də burada gördük ki, mayallama prosesinin baş verməsi üçün mamırlarda da suya ehtiyac var. Və diqqət edirik nəyə? Mamırların qutucuğu var. Hansı bu qutucuqda spor inkişaf edir. Amma bu qutucuq meyvə deyil. Yəni, testlərdə, suallarda bizi çaşdıra bilər. Çaşmamalıyıq. Qutucuğa malik ola bilər. Lalə də, mamır da. Amma lalənin qutucuğu meyvədir. Mamırın qutucuğu qeyri-cinsi nəslin bir hissəsidir ki, içərisinə sadəcə sporlar inkişaf edir. Belə. Bu da oldu mamırların həyat dövriyyəsi. Davam edək. Tapşırıqlarımıza da baxaq. Birillik və çoxillik bitkilər nədir? Fikrinizi əsaslandırın. Bunu biz ən başda demişdik. Bir illik bitki bir il ərzində həm bütün vegetativ orqanları inkişaf edir, həm də toxum və meyvə əmələ gətirir. Çoxillik bitki isə daha çox il, yəni belə deyək, yetişkənliyə çatdıqdan sonra hər il meyvə, toxum əmələ gətirən bitkilər deyirik çoxillik bitkilərdir və yaxud da meyvə, toxum əmələ gətirməsi şərt deyil. Yəni, qısaca uzun müddət yaşayırsa, buna deyirik çoxillik bitki. Niyə? Misal üçün, qışı bitkisi çoxillik bitkidir, amma meyvə, toxum əmələ gətirmir. Ona görə çoxillik bitki mütləq meyvə və toxum əmələ gətirməlidir desək, çıxışımız biraz düzgün olmaz. Bitkilərin həyat dövründə cinsi nəsil və qeyri-cinsi nəsil növbələşir. Bu nəsillər çox vaxt morfoloji, bəzən isə xromosom baxımından fərqli olur. Gametofit nəsil adlanan cinsi nəsil qametlər, sporofit nəsil isə cinsiyyətsiz sporlar əmələ gətirir. Mamırların həyat dövründə gametofit nəsil, qıcılar, çılpaq toxumlar və çiçəkli bitkilərdə isə sporofit
Dominantdır. Dominant demək, yəni üstünlük təşkil edir deməkdir. Mamırlarda qametofit nəsil, bəli, bayaq dedik, yetkin bitki qametofit nəsildir. Qıcılarda sporofit nəsil, bəli, çünki yetkin bitkinin üzərində sporlar əmələ gəlir. Çılpaq toxumlu və çiçəkli bitkilərdə isə, bəli, yetkin bitki hansı ki, vegetativ orqanlar dediyimiz, bəli, bu sporofit nəsildir. Müzakirə edin. Sizcə çiçəkli bitkilər, qıcılar və mamırların hansı həyat dövrü və ya dövrləri cinsi nəslə aid edilir? Deməli, çiçəkli bitkilərdə çiçəklər cinsi nəsildir. Qıcılarda protal cinsi nəsildir. Mamırlarda yetkin bitki cinsi nəslə aiddir. İndi çılpaq toxumlar da desəydi, orada da deyəcəkdim mən qoza. Çılpaq toxumlarda isə qozaq cinsi nəsildir. Davam edirik. Nə üçün çılpaq toxumların həyat dövründə tozcuq və yumurtacıq qametofit nəsil hesab olunur? Çünki məhz tozcuq və yumurtacığın içərisində qamet əmələ gəldiyinə görə biz ona qametofit nəsil deyirik. Hətta biz qozaya da qametofit nəsil deyə bilərik. Çünki qozanın üzərində məsələ o qametlər əmələ gəlir. Öyrəndiklərinizi yoxlayın. Çiçəkli bitkilər çoxalmasına görə çılpaq toxumlu bitkilərdən nə ilə fərqlənir? Çılpaq toxumlu bitkilərdə toxum çılpaq şəkildə əmələ gəlir. Örtülü toxumlu və yaxud da çiçəkli bitkilərdə isə, deməli, misal üçün, tozlanma baş verir həm külək, həm də həşəratla, həm də öz-özünə. Çılpaq toxumlarda öz-özünə tozlanma yoxdur və həşəratla tozlanma yoxdur. Yalnız küləklə tozlanır. Çiçəkli bitkilərdə baş verir ikiqat mayalanma, amma çılpaq toxumlarda ikiqat mayalanma baş vermir. Çiçəkli bitkilərdə əmələ gəlir meyvə, amma çılpaq toxumlarda meyvə əmələ gəlmir. Yəni fərqləri bunlardır. Həm də çılpaq toxumlar yalnızca cinsi yolla çoxalır. Çiçəkli bitkilər isə həm cinsi, həm də qeyri-cinsi yolla çoxala bilər. Havanın quru və yağışsız keçməsi hansı bitkilərin həyat dövrü üçün təhlükə ola bilər? Fikrinizi əsaslandırın. Havanın quru və yağışsız keçməsi mamır və qıcılar üçün təhlükə ola bilər. Niyə? Çünki onlarda mayalanma prosesi bilavasitə sudan asılıdır. Su yoxdursa, mayalanma baş verməyəcək və həyat dövrü tamamlanmayacaq. Nə üçün bitkilərin həyat dövrünü dairə sxemi şəklində təsvir edirik? Çünki adı üstündə bu dövrdür. Misal üçün, bir bitki toxum əmələ gətirirsə, bu toxum mütləq şəkildə inkişaf edib yeni bitkinin üzərində meyvə və toxum əmələ gətirəcək. Daha sonra o toxum yenə əlverişli mühitdə inkişaf edib yeni bir bitki əmələ gətirəcək. Əgər toxumlar, misal üçün bir bitkinin üzərindəki toxumlar heç bir halda inkişaf etməzsə, bitkinin həyat dövriyyəsi baş vermiş olmur və həmin o bitkinin nəsli tükənmiş olur deyə bilərik. Belə, mamır bitkisinin həyat dövrünün mərhələləri bunlardır. Mərhələləri düzgün ardıcıllıqla yerləşdirməklə mamırın həyat dövrünü çəkin. Mən yerləşdirim, artıq çəkmək qalsın sizin öhdənizə. Deməli, dişi bitki, qutucuq, protal, erkək bitki. Dişi bitki bir olsa, dişi bitkinin üzərində əmələ gələcək yumurta hüceyrə. Buna bir ştrix yazıram. Erkək bitki 2 olsa, erkək bitkidə üzərinə yazacağım ştrix, 2 ştrix, yəni üzərində əmələ gəlir. Daha sonra dişi bitkinin üzərindəki yumurta hüceyrə ilə erkək bitkinin üzərindəki erkək qamet birləşir, yəni spermatozoid, ikisi bir-birinə birləşir və suyun iştirakı ilə mayalama prosesi baş verir. Mayalama prosesindən sonra yaranır ayaqcıq və üzərində də qutucuq. Qutucuğun üzərində, içərisində daha doğrusu inkişaf edir sporlar və bu sporlardan da əlverişli mühitdə inkişaf edir protonema. Belə. Ardıcıllığı belə, amma siz bunu çəkməlisiniz. Niyə? Dişi bitkini burada çəkməlisiniz, erkək bitkini burada çəkməlisiniz. Bu da üstündəki misal üçün yarpaqlardır. Bu dişi bitki, bu da erkək bitki. Erkək bitkidən spermatozoid gəlir düşür dişi bitkinin üzərinə. Dişi bitkinin üzərində ayaqcıq, ayaqcığın ucunda qutucuq. Qutucuğun içərisində sporlar inkişaf edir. Sporlar ətraf mühitə düşür, protonemanı əmələ gətirir. Belə. Və protonemadan da yeni
dişi və erkək bitkilər başlanğıc götürmüş olur. Və artıq çəkmiş doldurmuş şəkli siz daha qəşəng səliqəli, məsələn, yetkin bitkini yaşıl rəngdə göstərin, çünki fotosintez edir. Ayaqçı və qutucuğu qəhvəyi rəngdə göstərin. Yəni ə, reallığa uyğun olaraq mən sadəcə rəng dəyişmədim, eyni çəkdim. Belə. İzah bu qədər yoldaşlar. Növbəti izahatdan xəbərdar olmaq üçün kanala abunə ola bilərsiniz. Uğurlar.